vicdan verib, fitrət verib, bütün kövn-ü aləmi də sənin leyhivə tərəf döndərib. İndi bu bəşər bu yolu getmir. Bu qüsur bu bəşərdədir. Onda gəlib belə çıxır, bu dünya yaranmayaydı. Onda necə olaydı biz bu aləm? Bu aləm özü belə qurulub ki, bəzi insanlar öz iradələri ilə səhv yola geyəcəklər. Nəyə ki, yalnız özləri səhv istiqamətə geyəcəklər. Yəsuddunə ən səbilillah da olacaqlar, Allahın qabağında sədd də olacaqlar o yolun qabağında. Haqq əhli də mübarizə aparacaq, bu mübarizədə kamal yoluna tərəf hərəkət edəcək, rüşd eləyəcək, ucalacaq. Biz dünyanın yaradılışı sistemi bundan ibarətdir ki, bu cür olmaya bilməzdi, başqa cür də ola bilməzdi.